Dəyərli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Belə bir sahə sualının izahına birlikdə baxırıq. Bizə şərtdə deyir ki, rənglənmiş hissənin sahəsini tapın, yəni qara hissənin sahəsini soruşur. Kvadrat şəkilli xananın sahəsi bir sahə vahidinə bərabərdir. Yəni, bizə deyir ki, bu bir tərəfi nəyə bərabərdir? 1-ə bərabərdir. Bir dənə kvadrat 1-ə bərabərdir. Və indi rənglənmiş hissəni necə taparam? Rənglənmiş hissəni hissələrə ayırıb tapmaqdandırsa, böyük kvadratdan, baxın, böyük kvadratdan çıxaram ağ hissənin, yəni rənglənməmiş hissənin kvadratını, sahəsini daha doğrusu. Bəs necə? Böyük kvadratımın sahəsi necədir? Baxıram ki, tərəfi 6-dır. Bəs tərəfi 6-dırsa, kvadratın sahəsi nə idi? A kvadrat, yəni 36-ya bərabərdir. 36-nı yazıram. Və indi rənglənməmiş hissələri bu 36-dan çıxdıqda, rənglənmiş hissənin sahəsini mənə verəcəkdir. İndi ağ hissələrin, yəni rənglənməmiş hissələrin sahəsini, baxın, bu balaca kənardan başlayıram. Bunu necə taparam? Bunu iki cür həll edə bilərəm. Yəni, birinci fikirləşərəm ki, bu xananın yarısıdır. Yəni, 1-in yarısıdır. Bu eləyir 0,5. Düzdürmü? Digər tərəfdən də üçbucağın, düzbucaqlı üçbucağın sahəsi üçbucaq kimi görüb necə taparam? 2/1 AB-dir də bunun sahəsi, düzdürmü? AB. Baxın, eyni şeyə gəlib çıxır. Burada 1-dir, burada 1-dir. Yəni, 1-ə 1-ə vurub, onu da 2-yə böldükdə, baxın, yenə 1-i A-nın və B-nin yerinə 1 qoyduqda və eyni şəkildə 1-ə vurduqda yenə 1 cavabını verir mənə. Bu da edir 0,5. Yəni, bu rənglənməmiş hissəmin sahəsinə yaza bilərəm mən 0,5. Həm də 1-in yarısıdır. Belə götürə bilərik. 0,5. Bəs bundan, əgər bundan görürük ki, neçədə nədir? Bundan həmçinin, baxın, 1, 2, 3, 4. 4-ü də 0,5-ə vursam, mənə verir 2. İndi bir dənə də bu böyük. Bundan da 4 dənədir. Bir dənəsini tapıb, yenə eyni qaydını 4-ə vuracağım. Bunun sahəsi nədir? Bunun sahəsini isə üçbucaq kimi götürüb, 2/1 AH kimi yazaram. S bərabərdir 2/1 AH. A, bax, bu oturacağı, H isə hündürlüyüdür. S bərabərdir 2/1. A-yım 2, B-yim də 2-yə bərabərdir. Vurduqda nə edir? 1-i xısar getsə 2 qiymətin. Bir dənəsi 2-dirsə, 4-ü 8 edərmi? Bu da mənə verəcək 26 cavabını. Yəni, B variantı olmuş olur.